Şahmat iki nəfər arasında oynanılan məntiq və strategiya oyunudur. Oyun 64 xanadan ibarət olan şahmat taxtası üzərində oynanılır. Taxtada 32 ağ və qara xananın növbələşməsi müşahidə olunur. Taxtanın düzgün yerləşdirilməsi zamanı hər oyunçunun sağ küncündə ağ xana olmalıdır. Şaquli sütunlar A, B, C, D, E, F, G və H hərfləri ilə, üfüqi sətirlər isə 1-dən 8-ə qədər rəqəmlərlə işarələnir. Hər bir xananın öz adı vardır. Məsələn, E4, D5. Hər tərəf oyuna 16 fiqurla başlayır. 1 şah, 1 vəzir, 2 top, 2 fil, 2 at və 8 piyada. Şah ən vacib fiqurdur və bir gedişdə istənilən istiqamətdə yalnız bir xana hərəkət edə bilər. Oyunun əsas məqsədi rəqib şahı mat etməkdir. Vəzir şahmatın ən güclü fiqurudur. O, üfüqi, şaquli və diaqonal istiqamətlərdə istənilən sayda xana hərəkət edə bilir. Top, üfüqi və şaquli istiqamətlərdə istənilən məsafəyə gedə bilər. Fil yalnız diaqonal istiqamətdə hərəkət edir və oyun boyu başladığı rəngdəki xanalarda qalır. At digər fiqurlardan fərqli olaraq L formasında hərəkət edir. 2 xana bir istiqamətdə, sonra bir xana ona perpendikulyar istiqamətdə gedir. Atın mühüm xüsusiyyəti digər fiqurların üzərindən tullanaraq hərəkət edə bilməsidir. Piyada birinci gedişində 1 və ya 2 xana irəli gedə bilər. Sonrakı gedişlərdə isə yalnız bir xana irəliləyir. Piyada fiqur götürərkən düz deyil, diaqonal istiqamətdə bir xana irəli hərəkət edir. Piyada taxtanın son sətrinə çatdıqda vəzir, top, fil və ya ata çevrilə bilər. Şahmatda hər fiqurun öz vəzifəsi və dəyəri vardır. Fiqurların gedişlərini düzgün öyrənmək gələcəkdə taktika və strategiyanı mənimsəmək üçün vacib əsas yaradır.